Kələnter yoldaşın dediği quru sözlərlə kifayətlənə bilərik. Nə də ki, sədrimizin dediği aza qani ola bilərik. Biz 25 verə bilərik. Dedim 23 qutardı. Dalını öz evimizdə danışarıq. Evimiz təkcə Yeni Həyat Kolxozundan ibarət deyil. Böyük evimizi görmək hər şeyə onun tələbi ilə yaxınlaşmaq lazımdır. Mən o böyük evi tikəndə sən elə bələydəydim bala. Mənə söz ver. Bir dəqiqə. Yoldaşlar, mən deyirəm biraz tənəffüs edəyək. Çaydan zaddan içək, sonra danışarıq. Görürsən necə danışır, fikir verirsən. Bu kişi getdikcə lap kələfin ucunu itirir. Bəsdir qalxozu geri çəkdin. O vaxt sən Qarğıdalıya kontur getdin, indi də məhsuldallığa mani olursan. Havay söz danışmayın yoldaş Kələnter. Kür altında 500 hektar Qarğıdalı ekmişik. 500 hektar mərcimək. Aki, indi mərcimək vaxtıdır. Elə bilirsən mərcimək məsələsini sən ne için ortalığa attığını biz başa düşmürük. Sənin qəsdi qərəzin Qarğıdalının qabağını kəsməkdir. Qarğıdalının, sən açıqdan açığa oranın dediyinə zid gedirsən. Oranın dediyinə siz zid gedirsiniz. Nə ekmək, nə qədər öhdəçilik götürmək, kolxozun öz işidir. Siz bizə zor gəlməyin. Sən də öz başınalıq eləmə, qayda var, qanun var. Bura bax, Rüstəm! Aki, belə başa düş ki, yuxarı bizdən rəqəm istəyir. Qandın, sənə deyirlər öhdəçiliyi 30 sendir yaz, yaz qutardı getdi. Bəs paizdə doldurmayan nə olsun? Oy rəhmətli oğlu, paizdə çox var. İndi yaz, verən yuxarı, canımız tutarsın. Paizdə dolmazsa bir söz tapıb deyərsən. Yox, bu kişilikdən deyil. Verilən sözü yerinə yetirməyən də adam işinə çıxmaqdansa ölmək yaxşıdır. Mən belə şey qoy qoya Bura bax, Rüstəm, bura bax. Al görün. Heç bir şey başa düşmür. Aç, burada başa düşməyən nə var ki? Sözləri budur ki, Rüstəm kişi, zəhmət çək yoldan çıx. Stolu boşal, beçələr xoruz olub. Salma, bu canım üçün mən bu işlərə lap məhtəl qalmışam. Sədrimiz onun üçün daha neynəmədi? Axırda onu partiya teşkilatının katibi qoydu, indi görürsən. Dayan, yar Məmməd, sən ölməyəsən. Bütün bu nanəcibliyin cövhəri o dediyin katiblikdədir. Doğru. Bax, başın üçün, katib seçilən gündən qədəni tanımaq olmur. Hə, vallahi. Lap havalanıb. Əstrə, arvad kimi az dedikodu eləyin. Bilmədiz o ara gel. Yenə Nəcəfkili yığıb başına, nəysə xosumlaşırlar. Bax, orada oturublar. Yaxşı, Aygın, bu niyə belə edir? Rüstəm kişi işgüzar adam. Elə. Ancaq doğru deyir balam, doğru deyir.